Salam aleyküm. Axşamınız xeyir olsun, əziz Facebook izləyicilərimiz. Hər birinizi salamlayırıq. Bu günlərim çoxdan gözlənilən data analitikaya aid mövzumuza başlamaq istəyirik. Bir neçə vaxt ki paylaşmışıq. Bilirsiniz ki, data analitika hal-hazırda çox önəmli mövzulardan biridir və ölkəmizdə də bu məsələyə çox həssas yanaşılır, biznes mühitində də. Və çox qürurverici bir haldır ki, biz bu günlərim Azərbaycanlı gənclərimizlə bu sahədə dünyanın müxtəlif ölkələrində, müxtəlif sahələrdə bu sahədə öz sözünü demiş, ən savadlı, belə deyim ki, bu sahədə ixtisaslaşmış gənclərlə bu mövzuya başlayacaq. Mən istərdim ki, spikerlərimizi, qonaqlarımızı təqdim edeyim ilk öncə. Təqdim etmək istəyirəm Yaşar Əhmədovu. Yaşar Əhmədov hal-hazırda dünyanın ən böyük şirkətlərindən biri Amazon şirkətində biznes analist kimi çalışır və o həm data analitika sahəsində xaricdə təhsil alıbdır. Hal-hazırda Massachusetts Texnologiya İnstitutunda Supply Chain Management üzrə təhsil alır və bu sahədə onun fikirlərini, data analitika işlədiyi sahə üzrə öz təcrübəsini, fikirlərini izləmək çox xoş olacaq. Digər bir qonağımız Tural Sadiqovu təqdim etmək istəyirəm. Tural bəy, xoş gəlmişsiniz siz də və Tural bəy hal-hazırda ABŞ-da yaşayır və bu sahə üzrə ixtisaslaşıb. Həmçinin onu da qeyd etmək istəyirəm ki, Hamilton Kollecində riyaziyyat və statistika üzrə dosent vəzifəsində işləyir və digər bir qonağımızı da istəyirdim təqdim edeyim. İlqar Abdullayev. İlqar bəy, siz də xoş gəlmişsiniz. İlqar bəy sağ olun, xoş gördük. Xoş gəldik. İlqar bəy də təqdim etmək istəyirəm. İlqar bəy hal-hazırda belə deyim, ümumiyyətlə İlqar bəyin təhsili barəsində deyim ki, İlqar bəy bioinformatika üzrə fəlsəfə doktoru, yəni ixtisasını qurtarıbdır İsveçdə, həmçinin İsveçdə Kalorna şirkətinin qurucusudur, həm də CTO-su vəzifəsində çalışır. Həmçinin bir məsələni də istəyirəm qeyd edeyim ki, belə bir önəmli bir mövzuda bugünkü mövzunun ümumiyyətlə İlqar bəyə həvalə eləyəcək. O bugünkü mövzunun moderatoru olacaq. Çox böyük bir mövzudur. Bizim dostlar, ətraf insanlar hamısı həqiqətən maraqlıdır. Şəxsən bizim özümüzə də çox maraqlıdır ki, bu sahəni öyrənək, bu sahə üzrə daha yenilikləri siz Azərbaycanlı gənclərdən öyrənək. Buyurun İlqar bəy, istəyərdim ki, sizlə başlayaq. Buyurun. Çox sağ olun Pərviz bəy. Çox gözəl bir təşkilatçınız üçün. Hamıya salamlar, əziz dostlar, dəyərli izləyicilər. Mən istəyirəm ki, biraz data analitikası ilə bağlı biraz giriş mahiyyətində bəzi məlumatlar verim. Biraz öz sahəm olan tibbi sahədə, bioinformatika sahəsində data analitikası adına hansı işlər görmüşəm, ondan biraz bəhs edeyim. Detallara isə yeri gəldikcə girərik. Deməli, data analitikası xam məlumatları, datanı analiz edərək bu məlumatlar barədə nəticə çıxarmaq üçün istifadə olunan bir elm sahəsidir. Nisbətən yenidir və bu sahənin xüsusi metodları, proses üsulları var və bunların detallarına biz girə bilərik. Ancaq data analitikası son dərəcə geniş bir termindir, yəni. Və hər hansı bir kiçik və ya böyük informasiya data analizindən keçirilə bilər. Siz əgər araşdırma aparsanız, görərsiniz ki, data analitikası əsasən 4 növə bölünür. Təsviri analitika, buna deskriptiv deyirlər. Bəzi terminləri ingilis dilində deyəcəyik, çünki bunun haqqında məlumatlar da daha çox tapmaq olar.
İkinci növ isə diaqnostik analitika, sonra proqnozlaşdırıcı analitika, daha sonra isə preskriptiv dediyimiz göstəriş analitikası. Qısacası bunlar odur ki, yəni təsviri analitikada müəyyən bir müddət ərzində baş verən hadisələri təsvir eləmək üçün, yəni sadə, məsələn, web saytımıza bu qədər ziyarətçilər gəlib. Yəni bunların tanımlayıcı şeylərini araşdıran sahədir. Digəri isə diaqnostik analitika. Məsələn, hadisələr niyə baş verir? Məsələn, deyək ki, mənim sahəmdə filan bir vacib bir genin ağciyər toxumasında normaldan 4 dəfə çox olmağının səbəbi nədir? Bu xərçəng xəstəliyinə səbəb ola bilərmi? Və s. Digəri proqnozlaşdırıcı, məsələn, deyək ki, yaxın gələcəkdə baş vermə ehtimalı olan hadisələrin analitikası, onların təhlili. Digəri isə göstəriş analitikası. Yəni bütün bu məlumatlar əldə olunduqdan sonra nə eləmək lazımdır? Məsələn, deyək ki, hava yolu şirkəti müştərilərlə əlaqəli, yeni trendlərlə əlaqəli məlumatları toplayır və bununla əlaqəli hansı bir iş görməlidir? Bununla əlaqəli ən uyğun yol nədir? Onun sahəsidir. Yəni müxtəlif sahələrdə belə toplanan datalar fərqli olduğu üçün ona uyğun olaraq da data analitik metodları, algoritmaları inkişaf etdirmişdir. Məsələn, mənim sahəm olan tibbi və medikal araşdırmalarda, yəni daha çox genetik data, DNT analizləri, xəstəliyin diaqnostikası, zülal və RNT-lərin haqqında məlumatlar toplanılır və əlbəttə ki, təsəvvür edirsiniz ki, bu datalar, yəni ki, biznes sahəsində toplanan müştəri datalarından, produkt datalarından fərqlidir. Ancaq bu datalar və fərqli analiz metodları nə qədər olsa da, eyni zamanda ortaqlıqlar da mövcuddur və bu haqqda da danışacağıq. Çünki əsas olan, vacib olan şey araşdırılan sistemləri başa düşməkdir, ona uyğun suallar verə bilməkdir və bununla əlaqəli analiz planları qurmaqdır. Bu suallar əsasında da data toplamaq və analiz etmək lazımdır. Ancaq əlbəttə ki, bu proses bu qədər sadə deyildir. Məsələn, mən öz təcrübələrimdən deyə bilərəm ki, doktorantura vaxtı, yəni mənim vaxtımın bəlkə də 60%-i düzgün datanın toplanması, datanın təmizlənməsi, faydalı olmayan məlumatların, outlier dediyimiz datanın silinməsi, çıxardılması, ümumiyyətlə datanın ən başdan düzgün işlənməsi çox vacibdir. Bunun üçün də çoxlu miqdarda kəşfiyyat xarakterli analizlər aparılır. Qeydiyyatlar alınır, ilkin nəticələrin nə qədər məntiqli olub olmamağına baxılır. Bununla əlaqəli öz aramızda deyirik ki, etiraf edənə qədər dataya işgəncə vermək lazımdır. Belə də bir. Yəni, məsələn ki, data analitikasından bəhs edərkən data science-dan da bəhs etmək lazımdır. Bununla əlaqəli çox məlumatlar eşitmiş olarsınız. Amma qısacası data analitikası, yəni trendlərin müəyyənləşdirilməsi, bununla əlaqəli qrafikaların hazırlanması, bizneslərin daha strateji qərarlar verməsini araşdırır. Data science isə daha çox prototiplər, algoritmalar, modelləmələr üzərinə proseslər qurur və data science üçün ən əsas lazım olan 3 dənə domain vardır. Birincisi statistika, riyaziyyat. Bu barədə çox dərin Tural bəydən eşidəcəyik biz. Digəri isə eyni zamanda, eyni dərəcədə vacib olan proqramlama və üçüncüsü də biznes və ya hər hansı bir domain ekspertliyi. Məsələn, deep learning dediyimiz başqa bu barədə çox populyar olan sahələr yeni istifadə olunmağa başlayıb. Halbuki illərdir bilinən bir konseptdir. Ancaq bununla əlaqəli kompüter və bizim datanı analiz etmə, proqramlaşdırma gücümüz zəif olduğu üçün bununla əlaqəli illərcə müəllimlər universitetlərdə tədris verirlərdi, ancaq heç bir nəticə ala bilmirdik. Mən məsəl üçün 2011-ci ildə doktoranturaya başlayanda bu sahədə çox doğru düzgün bir şey yox idi. Biz məsəl üçün öz serverimizi qurduq Linux'un Ubuntu sistemi ilə və bununla əlaqəli skriptlərimizi yazdıq. Python və R dillərində bununla əlaqəli yenə detallara girəcək. Yəni ki, bu sahə nisbətən yenidir. Son 3-5 ildə daha çox populyar olmağa başlayıbdır və bütün bizneslər bununla əlaqəli
çox ciddi yatırımlar edirlər, araşdırmalar edirlər və biz bu biznes sahəsində də data analitikasının rolu, hal-hazırda nələr baş verir, bununla əlaqəli qabaqcıl texnologiyalar nələrdir? Bununla eşitmək üçün sözü Yaşar bəyə verirəm. Onun təcrübələrini buyurub işlək. Eşitmirik sizi. Yaşar bəy. Təşəkkürlər İlqar. Mən də salamlayıram bizi izləyən hamını. Dediyimiz kimi data analitika çox maraqlı və geniş sahədir. Son illərdə populyarlıq qazanmış bir məfhumdur, amma yenə də İlqar bəyin dediyi kimi əslində neyron şəbəkələr 1950-ci illərdə artıq universitetlərdə tədris olunurdu və professorlar, tələbələr bunun üzərində hesab kitab edirdilər. Amma bizim insanların hesablama gücü, təsəvvür edin, yəni disketlər hələ 90-cı illərin sonlarında çıxırdı, 1.44 megabayt idi. İndi təsəvvür edin 50-ci, 60-cı illərdə nə vəziyyətdə idi. Yəni bizim professorlar danışırdılar ki, vaxt çox primitiv idi kompüterlarda. Kompüter dedikləri yəni bir kalkulyatordan çox da fərqli bir şey deyildi. Əziyyəti çox idi. İndi ki bizim klaviatura var, buradan istədiyimiz kodu yazırıq, hərfləri yazırıq. O vaxt kartlarla olub, yəni birlik sıfırlıq kartlarla onları bir input kimi kompütera daxil edirdilər fiziki olaraq o kartları ki, mən nə demək istəyirəm. İndi bu zaman keçdikcə, xüsusən 90-cı illərdə qloballaşma başladıqdan sonra bizim də hesablama gücümüz eksponensial olaraq artmağa başladı və son illərdə xüsusən də cloud xidmətlərinin, bulut xidmətlərinin yayılmağa başlaması ilə daha bir üfüq açıldı. Yəni, məsəl üçün bizim hal-hazırda öz şəxsi kompüterimizdə 8 GB və yaxud 16 GB RAM olan indi ən yaxşı kompüterlər belədir. Onların belə gücünün çatmadığı məsələləri cloudda həll eləyə bilirik. Onlar nəhəng kompüterlərdə, Amerikada, səhralarda, fərqli yerlərdə yerləşən güclü kompüterlərdə, hansı ki 300-400 GB RAM yaddaşı olan və yəni bunlar təbii olaraq bu metodologiyalar bilinirdi, amma tətbiqi geniş deyildi. Çünki kompüterlər insanların hesablama və kompüter yaddaş məsələsi çox primitiv idi və son illərdə bunların güclənməsi ilə insanlar ikinci bir təkan verdilər. İstər dərin öyrənmək istəyir, hər hansı bir machine learning, indi bunları qarışdırıb müxtəlif formalarda, müxtəlif terminlər formasında qarşımıza çıxır. Yəni, mənim analitikadan öyrəndiyim əsas bir şey, yəni onsuz da biz insanlıq başlayandan bu yana ətrafımızdakı prosesləri, təbiəti, hər bir şeyi öyrənməyə və onu nəzarətə almağa çalışmışıq. Yəni, hər zaman belə olub və bütün texniki elmlərin kökü, bünövrəsi riyaziyyatdır. Biz hər hansı bir şeyi rəqəmlərə, düsturlara çevirə biliriksə, o zaman biz onu nəzarət eləyə bilirik, manipulyasiya eləyə bilirik. Belə eləsək nə olar? Və yaxud da verimliliyi artıra bilirik istehsalatda. Və deyim ki, bu illərdir, yəni qədim Misirlilərdə hətta o kvadrat tənlikləri həll eləmək mərhələsinə qədər gəlib çıxmışdılar. Nil çayından suyu ən optimal şəkildə necə bölüşdürək, amma həll edə bilmirdilər. Yəni bütün bunlar hamısının məntiqi ardıcıllıq olaraq gətirib çıxartdı bizim hal-hazırda yaşadığımız dövrə və mənə təəccüblü gəlmir şəxsən. Biz indiyə qədər yəni müxtəlif maşınları, avadanlıqları bunun sayəsində qururduq. Hər şey yəni ətrafında riyaziyyat vurulan, hər şeyin back-endi, arxası riyaziyyatdır, hesablamalardır, düsturdur, statistikadır və s. İndi yəni mən sadə bir nümunə verəcəm. Adi, məsələn, üz tanıma alqoritmaları olsun, çox adam görüb, avtonom özü sürən avtomobillər nə cür işləyir. Yəni, bildiyimiz hər hansı bir video şəkillərdən ibarət, sadəcə sürətli gedən şəkillərdən ibarətdir və hər bir şəkil piksellərdən ibarətdir. Yəni, bu artıq sadə bir şeydir. İstənilən şəkili siz Pythona yükləyirsiniz, o sizə onu matris formasına çevirir. Yəni, bildiyiniz hər pikseli göy, qırmızı və yaşıl komponentdən ibarət olan RGB. Yəni, 3 rəqəmdən ibarət sizə böyük matris formasında verir. Neçə dənə piksel varsa o qədər. Yəni, biz bu rəsmləri, şəkilləri riyaziyyata, rəqəmlərə çeviririk və onu çevirəndən sonra artıq
nisbətən asandır. Biz onu manipulyasiya edə bilirik. Biz onun qanuna uyğunluqları tapa bilirik və istədiyimiz formada, yəni bəziləri bunun etik forması da artıq müzakirə olunur. Deyirlər ki, dövlətlər bundan müdaxilə eləməlidir. Hər yerdə kamera var, hamını tanıya bilirlər və s. Artıq o dilemma yaranır. Bir çox ölkələrdə tələb olunur ki, hökumətlər buna ciddi nəzarət eləsinlər. Və eləcə də görürük Facebook, Google, Netflix və s. Yəni bu datanın nələrə qadir olduğunu, necə dünyanı formalaşdırdığını görürük və məsələn, bizim işlədiyimiz elektron ticarət dünyasında da gündə milyonlarla sifariş olur, çoxlu ambarlar, sort mərkəzləri, kuryerlər və s. onların hamısının optimallaşdırılması, ən səmərəli şəkildə qurulması bilavasitə data və analitika vasitəsilə həyata keçirilir ki, mən də bu sahə üzrə işləyirəm. İndi mən istəyirəm sözü Amerikaya göndərək. Tural müəllim, buyurun siz də öz düşüncələrinizi bölüşün. Bilirəm sizin riyaziyyat, yəni backgroundunuz əsas riyaziyyatdır. Yəni Boğaziçi də, universiteti də güclü universitetlərdəndir xüsusən riyaziyyat sahəsində. Bizim də müəllimimiz hətta Boğaziçi riyaziyyat məzunu olub. Buyurun, siz nə deyəcəksiniz bu barədə? Salam, hər kəsə salamlayıram. Deməli, riyaziyyata gəlmədən əvvəl bu data analitika sahəsi haqqında biraz danışım mən də. Hani hal-hazırda məsələn data elmi, data analitikası deyəndə nisbətən biz düşünürük ki, bu yeni bir sahədir. Çünki yeni məşhurlaşıb gibi gəlir. Amma Amerikada və yaxud da bu dünyada hər hansı bir statistikasını soruşun ki, bu data analitikası nədir? Deyəcək ki, o statistikanın bir dənə alt çoxluğudur. Yəni data analizdəki uygulamalar, algoritmalar riyaziyyatdan gəlir, amma data analizinin böyük bir qismi regresiyadan başlayan, klassifikasiyadan davam elə, hamısı əslində statistikanın bir parçası olub. Yəni bu 17-ci əsrlərdə, 18-ci əsrlərdə qauslarla falan başlayıb. Yaşar bəyin dediyi kimi, bu hal-hazırda biz buna özəlliklə önəm veririk və məşhurlaşıb ki, bizim computing power, yəni kompüterlərimiz gücləşib. Daha öncə bu qədər datanı analiz eləyə biləcək gücdə kompüter beyinləri yox idi. İndi var deyə biraz daha bu sahə necə deyim, inkişaf edib. Amma ümumiyyətlə yeni dövrdə son 10 il, 15 il, artıq 90-cı illərin başında əslində biraz başladı. Baxanda ki, data analitikası necə təkamül keçirdi, görürsünüz ki, ancaq statistika yoxdur. Yəni, içində çox böyük miqdarda statistika var. Mən deyərdim ki, içində daha böyük miqdarda riyaziyyat var. Amma içində computer science, kompüter elmləri çox böyük alan təşkil edir. Yəni, kompüter elmləri dediyim sadəcə proqramlama deyil. Proqramlamanı bilmək, əlifbanı bilmək kimi, onu hökmən bilməlisiniz. Amma onunla yanaşı, algoritmalar necə işləyir, algoritmaları necə optimizə eləmək olar, necə onu gəlişdirmək olar, kompüterin beynində nə qədər yer tutacaq, onu necə optimizə eləmək olar, onlar da önəm qazanır. Yəni, artıq ancaq riyaziyyat və statistika deyil. Dolayısıyla, bir statistika dərsinə getdiyiniz zaman statistikanı öyrənə bilərsiniz, balaca datalarla uğraşa bilərsiniz, amma onun kodlaması və algoritması tamamən sizin kompüter elmlərindən dərslər almanızla bağlıdır. Bu genel olaraq belədir. İndi bu machine learning dediyimiz, Azərbaycancasını, Yaşar bəy, siz deyərsiniz, machine learningin, machine öyrənmə, maşinənin öz-özünü öyrənməsi, bu nə deməkdir? İnsanlara biraz qəribə gəlir ki, maşinə öz-özünə necə öyrənir? Yəni, insan öyrənir, maşinə necə öyrənir? Yəni, ilk başda belə bir sual soruşurlar. Biz kompüterə filan, necə deyim, əmrləri veririk, kodları veririk, kompüter çox sürətlə, çox böyük miqdarda hesablamaları bizə verə bilir. İnsanlar kompüterlə istifadə eləməyə başladıqdan sonra, bir müddət sonra dedilər ki, görürsən, kompüter özü-özünə öyrənə bilərmi, özü-özünə düşünə bilərmi? Yəni, biraz ona insanilik qatırıq da, yəni, acaba kompüter düşünə bilirmi, hiss edə bilirmi və s. və s. Və bu machine learning sahəsi belə oluşmağa başladı ki, əvvəllər biz kompüterə funksiya verirdik, məsələn, kvadrat tənliyi dediniz, parabolik bir funksiya, fx bərabər x kvadrat. Kompüterə yazırsan 5, kompüter verir 25. Bunu kompüter eləyə bilirdi. İndi isə bunun tam tərsini eləməyə çalışırıq. Yəni, kompüterə nəticəni veririk.
Kompüterə deyirik ki, 5 girəndə 25 olub. Görəsən bu hansı funksiyadır? Yəni kompüter bizə funksiyanı öyrənməyə çalışır. Yəni machine learning öyrənmə dediyimizin arxasında input, girişlə çıxış arasındakı ilişkini artıq biz vermirik. Biz genel şəkli ilə veririk. Kompüter onun parametrələrini öyrənib bizə deyir ki, böyük ehtimal funksiya kvadratik funksiyadır, kubik funksiyadır, əmsalı falan şeydir və s. O belə. Yəni ona görə machine learning özəlliklə indi güc qazanmağa başlayıb. Bir şey daha deyim, bu İlqar bəyin dediyi ilə ilgili. Hani İngilizcə bir söz var, garbage in, garbage out. Data analizdə garbage şey deməkdir, nə deyirlər? Çöp. Zibil. Yəni bu statistikanın, riyaziyyatı bilməməyin nəticələrindən biri belə olur ki, data analitikasında. Sizə bir algoritma verirlər, onu kimsə gözəlcə yazıb. Onu yazan çox yaxşı bilir arxasında nə dönür, matematiki, statistikanı və s. Amma siz onu bir qara qutu kimi, yəni içini bilmədən istifadə edəndə, siz əlinizdə bir makinətdə nə qoyursunuzsa, o bir şeylər hesablayıb sizə verir. Nə qoyduğunuzu dəqiq bilmədən, o İlqar bəyin dediyi kimi, datanı özün necə bir data olduğunu bilmədən, datanın analiz eləmədən, dataya baxmadan, datanı anlamadan, o zibil dediyimiz datanı o makinəyə salsaz, zibil out, yəni zibil girəcək, zibil çıxacaq. Nəticələr də çox, necə deyim, yorumlana bilir bir nəticələr olmur. Genel olaraq bir matematikçi və statistikçi olaraq mənim görüşüm odur ki, hər hansı bir data analizi yapmadan əvvəl, maraqlıdırsa bu sahədə, öncəliklə dataya biraz çox, necə deyim, şübhəci yaxlaşmalısınız. Bu zaten akademiyanın, ümumiyyətlə, elmin birinci addımı odur ki, kim sizə nə deyirsə desin, burada mənim danışdıqlarım daxil buna, ilk sizin içinizdəki təbii şübhə olmalıdır ki, görəsən bunu dediyi tam dəqiqdirmi? Bu mənim niyyətimi sorğulamaq deyil, mənim söylədiyim informasiyanı sorğulamaqdır. Dolayısıyla data alınca datanı təmizləməkdir, dataya baxmaqdır, onun vahidlərini anlamaqdır və s. Bu çox-çox önəmlidir. Mən daha çox danışa bilərəm, hani sıraya bir daha mənə gələndə ki, riyaziyyat bu işin içində nə qədərdir, statistika nə qədərdir, onun bəlkə də faizləri ilə danışa bilərik. Tural bəy, bizdə divara yazırıq. O məşhur sözdür, yəni Amerikanlardan. Deyir, Allaha inanırıq, amma qalan hamı data gətirsin. In God we trust, all others please bring data. Yəni biz onda divara yazıb asmışıq ki, sözlə okey, yaxşıdır, amma sübutunu da gətir, yəni datanı da gətir, sonra gəl, danışaq. Düzdür. Bəs şey deyəcəydim, Tural bəy, çox yaxşı şeylər danışdın. Yəni riyaziyyat deyəndə, statistika deyəndə insanların çoxsu qorxur. Yəni siz bəlkə çox yaxşı bilirsiniz. Yəni ona görə də çox bəzi algoritmaları başa düşmək çox sadə gəlir. Amma insanlar başda ondan çəkinirlər. Bu əslində çəkindirməmək üçün, yəni məsələn, hardan, yəni bu məsələyə necə baxmaq lazım? Çünki çox qəşəng bir ifadə dediniz. Orada dediniz ki, proqramlama dilini öyrənmək artıq dil öyrənmək kimi bir şeydir. Yəni artıq necə ki, kompüter istifadə edirəm bir şey, bir dəyər ifadə eləmir. Kompüter dilini də elə öyrənmək lazım. Yəni riyaziyyata necə baxmaq lazımdır ki, insanlar, yəni riyaziyyat elədir ki, məsəl üçün mən özümdən deyirəm, riyazi açıram bəzi şeyləri oxuyuram, amma bir müddət sonra yaddan çıxır. Yəni məsəl üçün pi dəyərini necə hesablanır? Yəni müxtəlif çox şey. Siz nə tövsiyə edərdiniz ki, insanlar daima riyaziyyatdakı bəzi təməl şeyləri beynində tutaraqdan problemlərə baxsınlar. Yəni ki, dəyişkən nədir, sabit nədir, nə bilim, ümumiyyətlə, yəni həyat, bunu insanlar necə bunu sevdirə bilər, riyaziyyatı deyim, ya da bu ən azından data analitikasının şeyindən, nöqtəsindən. Ümumiyyətlə, dünyadakı riyaziyyatçılarla ilgili bir dənə yaxşı şey deyim, bir dənə pis şey deyim. Bir dənə yaxşı şey odur ki, riyaziyyatçılar uzun illərdir, əsrlərdir, ədəblər nəzəriyyəsi biz qoyunları daşlarla saymağa başladığımız zamanlar, hani mağara dövründən gələn şeydir. Yəni riyaziyyat çox dərin bir elmdir və alimlərin yaxşı tərəfi odur ki, gecə-gündüz dayanmadan, nə bilim, dünya savaşları olub, nə savaşlardan keçiblər, amma bunu inkişaf elətdiriblər. Bu bunun yaxşı tərəfi. Hal-hazırda da inkişaf elətdirirlər. Amma riyaziyyatçılar adına öz eleştiri yapın, bu mən də özüm də daxil, biz yaxşı anlata bilmirik. Yəni çox yaxşı riyaziyyatçılar var, onların çox az bir hissəsi yaxşı riyaziyyat müəllimidir. Bunun çeşitli sosial nələləri ola bilər, onu da danışa bilərik. Yəni riyaziyyatçı insan gedib müəllim olmamağa çalışır. Hələ Azərbaycanda gedib müəllim olmağa çalışmır. Çünki onun maaşı azdır və s. və s. Bu heç. Amma biz riyaziyyatı
orta təhsildə ancaq ədədlərin toplanması, çıxılması, vurulması kimi görülür. Yəni hər hansı bir sıradan bir vətəndaşa soruş riyaziyyat nədir? Deyəcək ki, vur, topla, çıx, böl, odur da riyaziyyat. Yəni kalkulyator. Biz uşaqlara, yəni özümüzə də, uşaqlara da intuisiya öyrətmirik. Intuition. Yəni pay ədədi deyəndə o 3.114 davam edir. O haqda nə fikir dəşirsən? O niyə lazımdır? Yəni o niyə sözü var. Biz uşaqlıqdan böyüyəndə elə atalarımıza, analarımıza soruşuruq niyə? O hissi bizdə öldürürlər. O marağı bizdə öldürürlər. O problem oradan da gəlir. Mən deyərdim ki, riyaziyyatı öyrənmək üçün hal-hazırda o qədər riyaziyyat, statistika, machine learning bu konuda özəlliklə, bu mövzuda o qədər fərqli resurslar var. Nə edə bilərsiniz? Mən özüm nə edirəm? Özümdən örnek verim. Bəli, özünüzdən örnek verin. Deyək ki, məsələn, mən dərin öyrənmə, deep learning deyirlər, dərin öyrənmə. Onun Azərbaycancasında indi Yaşar bəydən öyrəndim, yazdım. Nöron şəbəkələri. Yəni, güya insanın beynindəki nöronları biz nə edirik? Ona uyğun, ondan ilham alırıq, amma bir riyazi model oluşdururuq. Bunu öyrənmək istəyirəm. Tutaq ki, Google-a gedib yazsaq ki, nöron şəbəkələri ya da bunun ingilis dilində yazsaq, deep learning, neural network, qabağınıza milyon dənə resurs çıxacaq. Birincisindən başlayın oxumağa. Görsəniz ki, bu oxuduğunuz şey sizə çox danışmır da, nəsə deyir, amma hiss elətdirmir. Demək ki, o sizin, mənim özümdən örnek verim, mənim səviyyəmin üstündə bir məqalədir. Mənim səviyyəmin üstündə bir kitabdır. Mən nə edirəm? Başlayıram o kitabın səviyyəsini endirməyə. Başlayıram başqa bir Google eləməyə. Deyirəm ki, acaba daha bir asan, bunu mənə daha yaxşı anlatan beginnerlara, bu işin başlanğıc aşamasındakı olan insanlara anlatan məqalə tapa bilərəm. Yəni səviyyəni Amerikalılar demişlər, dump it down. Yəni biraz daha basitləşdirə gedirəm. Ən son öz səviyyəmdə bir məqalə tapıb oxuyuram, ondan sonra yuxarı çıxmağa başlayıram. Amma onu deyim ki, o qədər resurs var ki, mən sizə garanti verirəm ki, bir kitabı aldınız, oxuyursunuz, başa düşmədiniz, sizə ilham vermir, olayları anlamırsınız, sizə ancaq rəqəm gəlir, götürün qoyun o tərəfə, kino kimidir, izləmirəm, xoşuma gəlmədi. Başqa bir kitab tapın, onu sizə anlatacaq bir adam var orada. Mən də bir əlavə eləmək istəyirəm. Yəni, burada İlqar bəy qeyd elədi, məsəl üçün, bütün alqoritmləri, bütün konseptləri, anlayışları əzbər bilməyə məncə ehtiyac yoxdur ki, mən də beləyəm, etiraf edirəm. 6-7 ildir bu işin içindəyəm, təhsili də qatanda 2007-dən bu yana 13 ildir. Mən nə regresiyanı əzbərə bilirəm, nə o düsturları, alqoritmləri. Mənim sadəcə bildiyim nədir? Mən müdür məsələn göndərir ki, bir dənə bax bu dataya gör biz şirkətə nə xeyir verə bilərik. Mən sadəcə o əzbər deyirəm. Yəni əvvəldən öyrəndiyim o intuisiyam ki var, sadəcə məsələnin məntiqini bilirəm ki, regresiya nə cür işləyir, neyron şəbəkələr nə cür işləyir. Yəni bunu kompüterin yaddaşına bənzətmək olar. Kompüterin özünün bəlkə 200-300 gigabayt yaddaşı var. Amma RAM nə qədərdir? Maksimum 4, 8, 16 belə olur da gigabayt. Yəni eyni vaxtda hesablama şey. İnsan da beyni elədir. Yəni bir kompüterdə siz 300 gigabaytlıq şəkil, material, kitab saxlaya bilirsiniz. Amma o bir məsəl üçün indi analitiklər bilir. Məsələn, Pythonda götürün 4 gigabaytlıq bir datanı yükləyin ora. Kompüter çökür yəni. Çünki RAM-ı ona icazə vermir də. Yəni mən də yəni ikisi Tural bəyin və İlqar bəyin dediyini birləşdirərək demək istəyirəm ki, intuisiya, yəni insanlara məntiqini öyrətmək lazımdır ki, nəinki əzbər. Yəni bir çox hallarda Qərb universitetlərində imtahanlar open book olur, yəni açıq olur. Düsturu da oradan görə bilərsən, hər bir şey. Sadəcə sənə verilən vaxt ərzində onu, yəni elə bəzən elə imtahan olur ki, açıq hər bir şey, kitab, dəftər, hər bir şey açıq, amma 100 üzərindən tələb ortalama çıxır 30. Yəni onunla deyil, sən əzbərə bilməklə və yaxud düsturu görməklə deyil, məntiqi bilsən, o sənin üçün artıq problem olmur. Yəni mən də düşüncəm o istiqamətdədir ki, tələbələrə, şagirdlərə məntiq, intuisiya, yəni bunlar öyrədilməlidir, nəinki onların əzbər. Yəni mən işdə lazım olan hər hansı bir şeyi Google-a, Stack Overflow-ya vurub tapıram, yəni hər şey var. Sadəcə burada kilit olan nədir? Mən bir çox hallarda, yəni nəyi harda, nə cür istifadə edəcəyimi bilirəm. Yəni faktiki nəzər cəhətdən bakalavr və yaxud da magistr tələbəsi, ondan artıq bir çox hallarda mənim məlumatım yoxdur. Sadəcə təcrübə odur ki, nəyi harda, nə cür istifadə edəcəyini bilirsən və onu axtarıb tapırsan. Çünki hər yerdə var bunlar. Əgər özünüz təzədən bir alqoritm kəşf eləmirsə, bunlar hamısı var internetdə.
Bəli. Çox doğru hissələrə toxundunuz. Həqiqətən mən də bunu əslində müzakirə etmək istəyirdim. Çünki yəni insanlar qorxmasınlar. Çünki elə yəni bu işi bilənlər də daima baxırlar. Yəni reqressiyanı yadda tutmamaq dediniz. Bizdə də çox olur elə. Deyirsiniz ki, yəni bir şey əsas öyrənməyin üsulunu öyrənmək lazımdır və məncə də digər bir məsələ də ki, bu proqramlamada, statistikada, belə analizlərdə problem ilk başda böyük gəlir. Problemi kiçik-kiçik parçalara bölməyi öyrənmək lazımdır. Ondan sonra o kiçik parçalar, necə ki Tural bəy dedi, ən belə dumping down edirsən, ən aşağı səviyyədən başlayıb, ondan sonra üstü. Yəni kiçik parçaya bölüb, kiçik parçanı həzm edib, onların üstünə başqalarını. Və indi və bu problemlərdən, data analizindən bəhs edərkən bir də işin biznesdəki problemlərindən mən əslində danışmaq istəyirdim. Mən keçmədən əvvəl olar bir şey əlavə edeyim o öyrənməklə ilgili. Mən belə düşünürəm ki, Avropa, Amerika, Qərb universitetlərindəki ən böyük bacarıq deyək, oradakı verilən müəllimin səviyyəsi və yaxud da kitabın səviyyəsindən ötə uşaqlara öyrənməyi öyrədirlər. Yəni, hər hansı bir Amerika universitetində siz özünüz, öz başınıza müstəqil bir şəkildə öyrənməyi öyrənirsiniz. Sizin dediyiniz kimi, problem sizin qabağınıza gəlir. Uşaq yavaş-yavaş bu problemləri sizin dediyiniz kimi parçalamağı, harda nəyi axtaracaq onu bilir. Məsələn, o Stack Overflow dedi, harda nəyə baxacağını bilmək də çox önəmlidir, özünüzü öyrətmək. Dolayısıyla mən də Yaşar bəyin dediyinə qatılıram, məntiqi öyrənmək lazımdır, reqressiya nədir, onun məntiqini bilin. Sabah bir gün qabağınıza reqressiya sualı çıxanda başlayasınız ki, mən bunu hardan bir balaca bir örnək tapa bilərəm. Yəni, 3 sətirlik, 4 sətirlik bir data yazıb onu uygulaya bilərəmmi? Yavaş-yavaş artıra bilərəm, bunu demək istədim. Buyurun. Çox gözəl, çox gözəl. Bəli. Digər bir aktual məsələyə mən girmək istəyirdim, biznesdən əlaqəli. Mən doktoranturdan sonra mən də biznes analitika sahəsində, data science sahəsində işləmişəm və qarşılaşdığımız layihələrdə ən çox qarşıma çıxan problem odur ki, bu silo dediyimiz bir şey var. Datalar silolar halındadır. Yəni ki, hər şirkət öz datasını özü tutur, özü analiz edir və belə kiçik-kiçik şirkətlərdə müxtəlif formatlarda datalar var və yəni bir əsas problemlərdən birisi o idi. Məsələn, deyək ki, mən təsəvvür edirəm ki, Azərbaycanda da müxtəlif şirkətlər var, kiçik, böyük, retail şirkətləri öz datalarını yığıblar. Ancaq formatları bəlkə fərqlidir. Yəni, data analizində biznes dəyəri çıxarda bilmək üçün müxtəlif, deyək ki, cloud-da bunu daşıya bilmək, bəzi data lake dediyimiz data gölləri zad yaradılması. Bundan əlaqəli Yaşar bəy, sizin fikrinizi almaq istəyirəm. Yəni, Azərbaycandakı şirkətlər necə faydalana bilərlər yeni sistemlərdən? Məsəl üçün, cloud dediniz, data gölü dediyimiz. Yəni, data var əllərində, analiz etmək istəyirlər, amma bunu daha verimli həll etmək üçün hansı üsullardan istifadə etməlidirlər? Yəni, bu son illərdə xüsusən də bu pandemiya başlandan sonra cloud xidmətlərinə köç böyük bir vüsət alıb. Bir çox üstünlükləri var bulut xidmətlərinin, yəni fiziki olaraq sizin ehtiyacınız yoxdur heç. O bütün məlumatlar qorunur, müəyyən yerlərdə saxlanılır və daha böyük hesablama gücü verir. Sıravi kompüterdən, yəni adi kompüterdə 10 dəfə, 20 dəfə güclü hesablama yaddaşı verir. Bəncə, hələ bizim o mərhələyə belə gəlməyimizə bir müddət var. Hal-hazırda yəni sizin dediyiniz kimi bir çox şirkətlərdə böyüklü, kiçikli məlumat yığılır. Amma birinci məsələ odur ki, bir çoxları bu məlumatın nə boyda bir zənginlik olduğunun, böyük potensial bir gəlir yeri olduğunun fərqində deyirlər. Yəni o datanı götürüb analiz eləyib şirkətin gələcəyi üçün müəyyən qanuna uyğunluqları çıxartmaq, hansı məhsulları bir yerdə təklif eləmək və s. kimi metodlardan çox istifadə olunmur. Yəni datanın tətbiqi demək olar hər sahədə var. İstəyir bank, istəyir insurans, yəni sığorta xidmətlərində. Sizə bir müştəri gəlir, ona bu krediti verəcəksiniz ya yox. Bunun üçün xüsusi yəni, data mining modelləri var. Sizin məlumatları daxil edirlər, yaş, təhsil hansı səviyyədədir və s. Və onun əsasında o alqoritm deyir ki, yəni keçmiş dataya baxaraq deyir ki, bu insana güvənmək olar ya yox. Yəni bu 3 il sonra, 5 il sonra bankrot olub bizi də yarı yolda qoyacaqmı ya yox. Yəni datanın təklif elədiyi potensial həddən artıq çoxdur, yüksəkdir və
bunu istifadə eləmək üçün hətta indiki halda belə, Lüksemburqda belə yüzlərlə startap var. Hərə o problemi bölüb kiçik bir hissəsinə fokuslanıb və böyüyüblər. Yəni burada böyük binalar var sırf data ilə bağlı startapların yer aldığı. Biri məsəl üçün futbol komandaları üçün futbolçular məsələn bir proqram düzəldib yükləyirsiniz application, oyun gedə-gedə orada izləyənlər futbolçulara reyting verir. Hər 10 dəqiqədən bir, 5 dəqiqədən bir və s. Və bu reytinglərə görə də o app sizə müəyyən, nə bilim, $15, $20, $100 voucher verir və s. Amma o datanı şirkət milyonlara satır, yəni böyük Real Madridə, Barcelonaya, Benfica'ya, başqa scoutinglə məşğul olan məsələn klublara satır məsəl üçün. Yəni bu datanın təklif elədiyi potensial həddən artıq çoxdur. O rəqəmləri, o Excel-lərdən, o ERP proqramlarından çıxardıb onların bir pasını silib gələcəyə yönəlik bir projection, yəni proyeksiya eləmək olar və onlardan biznes üçün faydalı məlumatlar çıxartmaq olar. Proqnozlaşdırmalar üçün istifadə eləmək olar. Qanuna uyğunluqları tapmaq olar və s. Amma yəni bizdə də Azərbaycanda hələ təzə-təzə başlayır bu data. Yəni təzə-təzə eşidirəm ki, məsələn bizim əvvəlki məzunlardan banklardan, müəyyən şirkətlərdə data scientist işi görürlər. Düzdür, yenə o görülən iş də dünya səviyyəsində deyil, amma hər halda yaxşı başlanğıcdır. Amma istənilən halda bu keçid sürətli olmalıdır. Çünki başqa ölkələrdə, qərbdə, eləcə də uzaq şərq ölkələrində bu sürət çox sürətli formada bu proses davam eləyir, cərəyan eləyir. Yəni bizim şirkətlər də bilməlidir ki, əgər sizin əlinizdə 3 GB, 5 GB-lıq Excel-lər, SAP-də, Oracle-da və yaxud da hansısa ERP proqramda olan məlumatlar orada qalıb yatmaqdan daha böyük sizə pullar qazandıra bilər, bir belə desək, bazarda rəqabət üstünlüyü verə bilər. Bunun fərqinə varmaq lazımdır. Bəli, çox doğru deyilsiniz. Yəni, məsəl üçün, sport sahəsində də çox video analizi, computer vision, məsələn, mən oxumuşdum ki, Houston, Texasda deyəsən bir dənə basketbol komandası, məsəl üçün, video analiz eləyərəkdən hansı nöqtədən atış elənənsə optimal nəticə alınır. Yəni ki, hər sahəyə girib bu data analitikası və ona görə soruşdum ki, sistemlərin, yəni hər biznesin müxtəlif sistemləri var, müxtəlif datalar yığırlar və bu dataların, necə deyim, keyfiyyəti fərqlidir. Yəni keyfiyyəti və ya necə deyim, məsəl üçün deyək ki, müştəri datasıyla time series, zaman datası fərqli ola bilər və yəni ki, bunların inteqrasiyası. Tural bəy, bununla gəlir akademik olaraq, məsələn, bir şirkətdə müxtəlif, düşünün ki, onlarca müxtəlif data seti var. Bunları analiz eləyərkən və ya buluda köçürərkən, eləyərkən, yəni qarşılaşdığımız, mən ən çox qarşılaşdığım problemdən birisi o ki, müxtəlif dataların inteqrasiyası. Bunlarla gəlir nə, hansı həll yolları var? Dataların inteqrasiyası bir-birləri ilə inteqrasiyası, anladım. Yəni, elə bir ki, necə deyim, məsələn, müxtəlif servislər var, müxtəlif produktlar var. Hamısının datasındakı kolumdakı title'ları fərqlidir. Data növü fərqlidir yəni. Deyək ki, bir şirkətin deyək ki, məsəl üçün müştəri datası var. Deyəm ki, CRM-dən gələn şeylər var, produktlar var, müxtəlif servislər var. Bunların əlaqəli bir birləşdirici bir biznes qərarı verə bilmək üçün və ya analiz edə bilmək üçün həmişə problem olur. Yəni bu data ilə bu datanı bir yerə gətirmək. Ona görə yəni silolarda qalırlar deyə fikirləşirəm. Yəni bu no free lunch teorem var. Hani heç kimin Azərbaycancasını bilmirəm. Bərabər heç bir şey yoxdur anlamında. Bu machine learningdəki algoritmalarla bərabər dataya da uygulanır. Yəni machine learningdə niyə biz atıram 5-6 dənə fərqli neural networklərdən, nöron şəbəkələrindən danışırıq. O belli bir problemlərə, belli bir data növünə uygulanır. Atıram regression başqa bir data növünə uygulanır və s. Maalesef belə bir silver bullet, elə bir açar yoxdur ki, hamısına aça bilsin. Hətta bunların fərqli datalar üzərində çox fərqli nəticələrə də gəlmək olur.
o hal-hazırda akademik olaraq tamamilə təcrübə üzərindən gedir. Yəni bayağı bir təcrübə yığırsınız, data ilə uğraşırsınız, deyirsiniz ki, hə bu datanı mən daha öncə görmüşəm. Böyük ehtimal mən buna logistik reqressiya uygulayacağam. Amma bu gördüyümə də support vector machine-ləri uygulayacağam. Niyəsi biraz Bəli. Mən də onu soruşmaq istədim. Yəni nəticədə insanlar bilmir ki, hansı dataya hansı alqoritma daha uyğundur. Case spesifikdir, yəni mən də qatılıram ki, case spesifikdir, yəni vəziyyətə uyğundur. Seçilir o. Yəni bir məsələdə neyron şəbəkələr yaxşı işləyə bilər, başqasında işləməyə bilər. Birində klasterləşdirmə işləyə bilər, digərində işləmir. Yəni o case-ə baxır. Yəni orada həmin o analitikin, həmin o data scientist'in təcrübəsi rol oynayır, yəni. Yoxsa yəni yüzlərlə fərqli alqoritm model var. Onların hamısını bir-bir yoxlamaq uzun vaxt aparar. Gərək ki, insanın intuisiyası müəyyən bir, heç olmasa bir neçəsi bilsin ki, bunların birindən yaxşı nəticə çıxacaq və gedirsiniz onları yoxlayırsınız, yəni. Onunla ilgili bir şey də əlavə etmək istəyirəm. Hani dataya skeptik, yəni şübhəci baxmaq lazımdır. Hani ona çox dataya aşiq olmamaq lazımdır. Bundan yanaşı bir də uyguladığınız metoda gərək aşiq olmayasınız. Yəni gedəcəyiniz yeri öncədən bilsəz, o zaman niyə gedirsiniz? Hani əgər bilsəz ki, bunun nəticəsi falan cür olmalıdır, qoy mən datanı İlqar demişkən işgəncə verim, o nəticəni versin mənə, olmaz. Yəni tamamilə data sizi və siz özünüzü çox rahat aldadarsınız. Əgər öncədən bir qərəziniz varsa ki, mən hara çatmalıyam, o həm data sizi aldadar, həm də ən daha kötüsü, daha pisi özünüzü aldadarsınız. Ona görə, məsələn, ona ilgili projelər var. Eyni datanı verirlər, atıram 20 dənə fərqli qrupa, deyirlər bizə nəticələr gəlir, hərə fərqli nəticələrlə gəlir. Sonra onlara deyirlər ki, bir-birinizin nəticələrinə baxın. Nə fikirləşirsiniz başqasının analizi haqqında. Sonra da onlara anket verirlər ki, nə düşünürsünüz? İndi öz modelinizi gördünüz, başqa qrupların modelini gördünüz, eyni data. Genel intiba odur ki, insanlar öz modellərinə daha çox inanmağa başlayırlar. Yəni çox gizli bir qərəz olur modelləmədə də. Yəni o şübhəci yaxlaşım dediyimiz, həm dataya, həm metodolojiyaya, hətta gözəl bir nəticə alandan sonra belə onu sunarkən çox mütəvazı olmaq lazım. İngiliscə bir gözəl deyim söz var, yəni self-fulfilling prophecy deyirlər. Yəqin ki, eşitmiş olarsınız. Yəni bu elə bir şeydir ki, yəni bizdə biznesdə xüsusən qərar vermə mexanizmlərində bunu təlqin edirlər ki, yəni mən düşünürəm, məsələn, əlimə bir data gəlir, yəni fikirləşirəm ki, bu yəqin normal paylanar da, yəni belə başqa yolu yoxdur. Yəni ona statistical terrorizm deyirlər də, yükləyirsən, orada 1000 dənə oynama yolu var, nə bilim, binlərin sayızını dəyişdirirsən və s. Yəni istədiyin nəticəni çıxardırsan ki, aha, bu normal paylanır, buyurun baxın. Yəni bu həm özünü aldatmaq olur, həm ətrafa mühitə zərər vermiş olur. Ona görə Tural bəyin və İlqar bəyin dediyi kimi dataya hər zaman skeptik yanaşmaq lazımdır və bir də unutmamaq lazımdır ki, bu bir faktdır. Zamanın 70%-i o datanı anlamağa, təmizləməyə gedir. Yəni biz bir model quracağıq. 10 gün vaxt varsa 17 gün əlləşirik. Burada niyə boşluqdur bunun yarısı? Niyə bu kodlar bundan düz gəlmir? Bəs sən belə vermişdin. Yəni 10 günün bir həftəsi ona gedir ki, biz neyniyək? Bu boşluqların yerinə ortalama bir şey mi yazaq? Yoxsa ataq mı bu boş sətirləri? Yəni qalan 2 günündə biz o necə ki, əsas o riyazi biliyin tələb olunduğu, əsas statistikanın alqoritmi qurma istəsini biz 2 gündə eləyirik. Qalan 7 günü o təmizlənmə məsələsinə gedir. Yəni çox vacib bir şeydir və unutmamaq lazımdır. Hələ ki, gedişat belədir. Yəni ciddi məsələdir. Düzdür, çox doğru deyirsiniz. Yəni vaxtı düzgün dəyərləndirmək lazımdır o barədə. Məsələn, bəzi olunur ki, bir məsələnin həll yolu üçün, yəni xüsus bildiyiniz, ən yaxşı bildiyiniz metodla bəlkə bir həftə vaxt əcərsiniz, amma əslində başqa metodda, yəni o resursları da düzgün dəyərləndirmək lazımdır. Məsələn, bizim sahədə gələcək trendləri mən məsələn araşdırırdım ki, tibbi sahəsində, medikal sahədə hansı machine learning, deep learning, hansı yeni metodlara, yeni üfüqlərə yol açacaq. Məsələn, IBM Watson genomikası deyə bir güclü kompüteri var. Süni zəkadan istifadə edərək, məsələn, onkolojik diaqnostika qoyur və
Yəni bu platformda bilik bazasını artırmaq üçün, yəni ekspert nəzarətindən keçirilmiş məqalələri araşdırır və belə bir nəticələr gəlir. Siz yəni nəticədə kompüterlər gücləndiyi müddətcə və insanlar da data analitikasını qavradığı müddətcə bu çox yeni inkişaflar olacaq. Siz hansı trendləri görürsünüz ki, sizə belə çox maraqlı gəlir, gözləmədiyiniz? Məsələn, Tural bəy, akademik olaraq həmişə akademiya, yəni biznesdən qabaqda gedir. Teorik olaraq bir çox şey var ki, bəlkə biz ictimaiyyətə bilinmir. Hansı yeni trendlər var akademik olaraq data analitika sahəsində? Deməli, çox gözəl sual. Deməli, biz data analitikanı, bu analiz öyrəndiyimiz metodları, biznes problemlərinə, nə bilim, şirkətdəki problemlərə uygulamağa başlamışıq da, bayağıdır bunu eləyirik. Təzə və mənim də çox xoşuma gələn bir trend var ki, mən də o mövzuda məşğul oluram, tədqiqat aparıram. Deməli, əvvəlcələr biz fizikanı necə kəşf edirdik? Yəni Einstein'dir, nə bilim, Newton'dur. Onlar fiziki qanunları kəşf edirdilər, belli bir intuisiya, belli bir riyazi modelləmələr və s. Təzə trend mənim gördüyüm budur ki, data driven model discovery. Yəni deyək ki, hər hansı bir fiziki hadisədən danışırıq. Məsələn, hava təxmini. Hava təxmini üçün xüsusi bizim diferensial tənliklərimiz var. Çox öncədən qurulub, tamamilə fizika üzərinə qurulub. Amma yeni trend odur ki, tənliyi, yəni fizikanı qoyuruq bir tərəfə hələ ki, deyirik sən boş ver fizikanı, o kompleks, xətti olmayan ilişkilər, dinamik sistemi bir tərəfə qoy. Mənə data topla, datanı ver. Görün mən dataya baxaraq fiziki modeli kəşf edə bilərəm ya yox. Çox maraqlıdır. Yəni olayı tam tərsinə çeviriblər. Çox ilgincdir. Və bunlar sadəcə xətti basit sistemlərə yox, xətti olmayan kompleks sistemlərə. Məsələn, neyron şəbəkələri ilə diferensial tənlik çözmək olur. Bu çox qəribə bir şeydir. Yəni bu son atıram 5 ilin hadisəsidir. İnsanlar diferensial tənliyi çözmək üçün xüsusi onun metodları var, tətbiqi riyaziyyat var, son 300 ildə onu oluşturublar. Halbuki siz mənə datanı verin, diferensial tənliyimi biz kəşf etməyə çalışırıq, yəni tam tərsi. İndi məsələn neural networkdan danışmışkən, yəni neural networkun o girişdəki nöronlar, çıxışdakı nöronlar, bir də ortadakı o nöronları o black box olaraq deyirlər. Məsələn, deyirsiniz belə çoxlu data toplayıb modellər tapmaq. Bu sistemləri insanlar get-gedə daha mı az başa düşür? Yəni bu sistemləri başa düşən var. Çünki başda nəyə gəlir? Deyirdik ki, insanlar riyaziyyatdan qorxur, statistikadan qorxur, amma hal-hazırda o qədər rahatlaşıb ki, yəni o qədər cloudda, Amazonda şeylər var ki, çox rahatdır bəzi şeyləri görmək, amma heç kim başa düşmür. Yəni çox az insan başa düşür ya da bu biraz adamı qorxudur. Yəni heç olmasa siz başa düşürsünüzmü? Yəni nə eləyir? Yəni ki, o zaman mən belə bir şey deyim. Hani Elon Musk da bunu deyir. Elon Musk'a deyirlər ki, necə oldu da hani uzaya şey göndərirsən, raket göndərirsən. Deyir, əslində fundamentalları bilmək yetərlidir. Yəni fundamental fizikanı bilirsənsə deyir, o qalanların yolda anlaya bilirsən. Burada da ki, riyazi fundamentalları bilmək lazımdır. Fundamental riyaziyyat. Nədir bunlar? Mən fürsət axtarırdım ki, bu mövzuya girim, elə yeri gəlmişkən deyim onu. Deməli, riyaziyyat, bu machine learning dediyimiz nöron şəbəkələrin özəlliklə istifadə elədiyi 3 dənə böyük sahə var. Bunlardan birisi riyaziyyat, digəri statistika. Bəziləri deyir ki, statistika ilə riyaziyyatın bir uygulamasıdır, amma ayrı-ayrı tutaq onları. Bir də computer science, kompüter elmləri. Riyaziyyat da ehtimal nəzəriyyəsini, amma demirəm, dərin ehtimal nəzəriyyəsini, fundamental ehtimal nəzəriyyəsini, fundamental xətti cəbr, linear algebra, xətti cəbri və fundamental kalkulusu bilmək nöron şəbəkələrini anlamaq üçün yetərlidir. Bax, bu qədər. Amma fundamental biləcəksiniz. Nə deməkdir o? Törəməni həqiqətən anlayacaqsınız. Törəmə nə deməkdir? Bunu həqiqətən anlayacaqsınız. Törəmədə chain rule var. Azərbaycan zincir törəməsi. Zincir törəməsini gerçəkdən unuda bilərsiniz. Məsələn, detalları indi mən soruşsam ki, falan funksiyanın törəməsində bunu bilmək önəmlidir. Onu gerçəkdən anlasaz ki, zincir törəmə əslində neyinir və biraz da xətti cəbri anlasaz, nöron şəbəkələri anlaya bilərsiniz. Tamamilə fundamental bilgilərə əsaslanır və çox dərin də olması gərəkmir. Çox gözəl. Bəs
Azərbaycanın məsələlərinə gəldikdə, Azərbaycanda məsələn sizcə data analitikası hansı sahələrdə ən çox lazımdır? Nələrə low hanging fruit dediyimiz belə ən rahat istifadə oluna biləcək, çox daha təsiri yüksək olacaq sahələr nələrdir? Məsəl üçün turizm sahəsində bəlkə olar prediktiv analizlər, proqnozlaşdırıcı analizlərlə əlaqəli şeylər. Və yəni Azərbaycana konkret olaraq hansı sahələrdə necə data analitikasının xeyri dəyə bilər? Bu sahədə Yaşar bəy bir fikriniz varmı? Məsəl üçün Vallahi ilk ağlıma gələn hərbi sahədir. Digital transformasiya sahəsində ya da buyurun. Hərbi sahə. Mən bu yəni son müharibəni izlədik və yəni bizim təəssüf ki, öz istehsalımız deyil, Türkiyə və İsrail istehsalı olan dronların bizə nə qədər faydasını toxunduğunu, nə qədər itkinin qarşısını aldığını və s. gördük. Mən sizə bir məsələni də deyim. Bu dəqiqə, məsəl üçün, hərbidə olan, yəni Amerikanın hərbisində olan məlumat böyük şirkətlərin, böyük universitetlərdən daha güclüdür. Yəni bilmirəm Tural bəy razılaşar ya yox, amma bütün bu ki bazara çıxan işləyir indi machine learning və s. bunlar bir neçə il öncədən hərbidə istifadə olunmuş metodlardır. Yəni mən buna inanıram ki, yəni hərbi bizdə, yəni ermənilərlə biz ömür boyu qonşu olacağıq. Yəni buradan qaçış yoxdur. Biz Azərbaycanı kəsib aparıb Hind okeanının ortasına qoya bilməyəcəyik. Və biz nə qədər dünya var, bunlarla qonşu olacağıq. Və biz öz təhlükəsizliyimizi təmin eləmək üçün bu tək texnologiyadan yox, hətta o metodlardan istifadə eləməliyik. Yəni bizdə çox da belə müəyyən dərslər keçirilir ali hərbi məktəbdə və s. Amma ki bu qərbdə tədris olunan, qərbdə istifadə olunan metodlar, yanaşmalar və s. və hətta onlar müəyyən müddətdən bir jurnallarda çap olunur, Military Operations Research jurnalında və s. Yəni o metodları götürüb istifadə eləyə bilərik. Əgər biz oradan bir əskərimizin də şəhid olmasının qarşısını ala biləcəksə, nə gözəl. Bu hərbi tərəfi dediyim kimi datanın hər sahədə tətbiqi var. Bunun iqtisadiyyatda da, şirkətlərdə də, idmanda da, hər bir şeydə. Sadəcə bir yerdən yəni başlamaq lazımdır və başlamaq üçün cəsarət olmalıdır. Başlamaq üçün hərəkət, təşviq olmalıdır. Olduqdan sonra da arxası gələcək deyə düşünürəm. Amma sırf soruşsanız ki, yəni hansı sahədə tətbiq eləyə bilərik? Hər yerdə, hər bir şey. Hər yerdə. Bankda. Yəni məsəl üçün pandemiyanın səbəb olduğu, məsəl üçün, daşınmaz əmlak bazarının azalmağı, yəni müxtəlif bir transformasiya gedir. Yəni digital transformasiya gedir bu sahədə. Deyir ki, bütün şirkətlər yəni digital footprintini artırır. Nə etmək lazımdır ki, daha çox data yığsın, daha çox onlayn işlər görsün. Bununla əlaqəli necə sadə, anlaşılır şeylər var, həll yolları var, paket şəklində mi deyim? Yəni ki, bizneslər, insanlar qorxmasınlar, bu sahəyə atılsınlar. Yəni sual mənə ünvanladınız, yoxsa Tural bəy, mənə? Mən bu mövzuda çox bilgi sahibi deyirəm, ona görə yapıram. İnsanlar qorxmasın, əslində tam da baş verən budur. Yəni təbii prosesdir. Təbiidir. Bilirsiniz ki, bu data boom yaşanır və bu həqiqətdir ki, qərb ölkələrində, əksər yerlərdə yəni data və analitika sahəsində olan işçilərə tələb artır, ortalama maaş artır. Bir çox ölkələrdə hətta boşluq var, defisit var və müəyyən təşviqlərlə bu sahələrə gələn insanları cəlb eləmək istəyirlər. Yəni, məsələn, mənim yaşadığım Lüksemburqda, bunu bir neçə yerdə də demişəm, Lüksemburq xüsusi status verir və bura sadəcə proqramlaşdırma, riyaziyyat, software, IT, analitika, yəni bu sahələrə verir o xüsusi statusu və cəlb eləyir dünyanın hər yerindən, belə desək, onlara lazım olan işçi qüvvəsini və bu formada, yəni təəssüf ki, yəni bir mühəndisi, bir analitiki yetişdirməyin xərci deyə bir araşdırma var. Yəni bir insanı yetişdirməyin xərci milyonlardır. Bayaq siz Azərbaycandan da bəhs elədiniz. Bu beyin köçü də yəni öz-özlüyündə əslində böyük zərbədir. Yəni bir insanı yetişdirmək, o səviyyəyə gətirmək böyük xərc, vaxt, yəni insan yetişdirmək ən çətin bir şeydir və bunu asanlıqla qərb ölkələri, Kanada çox asan sistemlə onları öz ölkəsinə cəlb eləyə bilir.
Yəni Azərbaycanda insanları riyaziyyatdan, yəni sözümü ona gətirirdim ki, onsuz da bu Başa var. Azərbaycanda bir neçə şirkət var bununla məşğul olan və onlar deyirlər ki, biz söz verir. Yəni 3 ay sonra sizi data scientist eləyəcəyik və buna riyaziyyat lazım deyil və s. Baxmayaraq ki, mən öz hesabımda bunu dəfələrlə yazmışam ki, yəni siz 3 aylıq bir bootcamplə və yaxud da bu model.fit yazmaqla siz sadəcə data elmini öyrənməyə başlaya bilərsiniz. Yəni bu sizi data scientist, analitik eləməz və əgər səmimi olaraq siz bu sahəyə yönəlmək istəyirsinizsə, riyaziyyat səviyyənizə baxın. Yaxşı deyil 6-7-ci sinif cəbir kitabından başlayın. 7, 8, 10, 11 açın, sonra universitet səviyyəsində məsələn kalkulus dərslərini öyrənin. Amma bu işin olmazsa olmazıdır, yəni riyaziyyat. Riyaziyyat kainatın dilidir, hər şeyin dilidir. Bayaq o nümunəni verdim mən. Biz hər şeyi rəqəmlərə çevirib onu öz nəzarətimiz altına alırıq. Dediyim kimi bütün şəkillər, hər bir şey, bunu kompüterə vurursunuz, sizə rəqəmlərə, ədədlərə çevirir bunu. Və biz də onu manipulyasiya eləyə bilirik. Hər şeyin kökündə də bunlardır. Yəni riyaziyatsız super, mən demirəm ki, yəni riyaziyatsız analitika işini bacarmaq olmaz. Yəni dedikləri kimi öyrədirlər müəyyən Pythonda 5-10 sətir yazıb onunla fit eləməyi. Amma sabah məsələn yaradıcı bir iş olanda sən orada qalırsan. Çünki qara qutu kimi görürsən sən onu. Çünki içinin necə işlədiyini bilmirsən. Bilmirsən ki, bunun arxasında hansı məntiq işləyir. Və sənə eləcə qalır ki, yəni aha bu mən bacarmam. Çünki başa düşmürəm üçün. Yəni insanları cəlb eləmək üçün yəni bunlar hamısı yəni izah olunmalıdır. Nəinki Yaşa bəy, elə bizim izləyicilərimizdən 2 nəfərin də elə sualı təxmini buna aiddir elə ki, yəni data analitikaya başlamaq üçün, öyrənmək üçün mütləq şəkildə riyaziyyat vacibdirmi, nə qədər vacibdir və yaxud da ki, IT background mütləq şəkildə olmalıdırmı? Mən hətta biraz bu sualı da dərinləşdirmək istəyərdim. Bəzən bir yaxşı bir mövzuya toxundunuz. Dediniz ki, bəzən olur ki, 7 gün, 8 gün dataları təmizləməyə vaxt gedir və sonra müəyyən bir rəqəmlər çıxardıb onu qərar vermək üçün veririk. Bəzən artıq data analitika o qədər böyüyüb ki, data scientist, data arxitektorlardır, data mining və üstəgəl bundan sonra artıq müəyyən şəkildə qərar vermələrdən ötürü biznes analitik götürürlər. Sizcə, yəni o bayaqki suallardan əlavə bunu biraz dərinləşdirərək deyirəm ki, bir növ həm də marketing, biznes minddə ehtiyac varmı? Çünki təsəvvür edin, dataları düzəltdik biz, hər şey əla, amma onu bizim biznes mindimiz yoxdursa, biznesin hər hansı bir hiss etmiriksə, nə cür onu çevirə bilərik data analitika, ya rəqəmləri, məlumatları nətər hər hansı bir marketing trendlə uyğunlaşdırıb ona uyğunlaşdıra bilərik? Təşəkkürlər Pərviz bəy. Yəni dediyimiz kimi əvvəldən bu sahə çox genişdir. Data analitik ayrı şeydir, data scientist ayrı şeydir, business analyst ayrı şeydir və bu sahənin içində yüzlərlə fərqli pozisiya var və bir çox insanlar bunu ancaq bir portfolyo kimi düşünür ki, hər şey şünas olmaq. Yəni bu sahədə də hər şey şünas olmağa ehtiyac yoxdur. Mənim işlədiyim biznes analitika sahəsində bəli, biznes düşüncə tərzinin olması vacibdir. Biz bir analizi eləyirik və yekun nəticədə bu biz tapdığımız modelin nəticəni satmalıyıq. Daxildə də olsa, yəni bizim baş müdirə də olsa gedib deyirik, bax bu analizi elədik və bu nəticəyə gəldi ki, biz məsələn filan 5 məhsulu bir paket kimi təklif eləsək, müştərilər bunu alırlar, yəni çox sıx alırlar və biz qazanacağıq. Yəni biz o modeli prezentasiyasını edərkən biz bir növ onun marketinqini, yəni satış bacarıqları da, yəni hətta daxili, şirkət daxili də lazım olur. Və biznes analitika sahəsində yəni bu olmazsa olmazdı. Amma məsələn data scientistlər olur ki, məsələn bəzən idman sahəsində işləyir, sonra maliyyəyə keçir və s. İstənilən halda biznes düşüncə tərzinin olması gözəldir. Yəni gələcək üçün əgər bu gün sabah siz yüksəlib idarəçi, müdir, menecer vəzifəsinə gələcəksinizsə, biznes mindset onsuz da bu zamanla işin içində ola-ola qazanılan bir prosesdir. Mən də buna inanıram. Universitetlər sadəcə yön verə bilir, nəyin harda, nə cür olduğunu göstərə bilir. Biznes mindset lazımdır və onu siz zamanla iş prosesində qazanırsınız. Amma pozisiyadan IT background və riyazi?
O 3 dənə demişdi. Bayaq Tural bəy də onu vurğuladı. Bu data sahəsi elədir ki, proqramlaşdırma, riyaziyyat, yəni bunların kəsişməsində yerləşən bir mövzudur və hal-hazırda bunlar vacibdir, yəni. Bəzən data vizuallaşdırma, yəni Tableau, Power BI və s. onu da daxil edirlər. Amma əsas olan yenə də proqramlaşdırma və riyaziyyat bacarıqlarıdır. Amma proqramlaşdırma yəni keçmişdə daha qəliz idi. İndi Python dili məsələn çox sadədir, adi ingilis dili kimidir, yəni yazırsınız. For I in range 0.5, yəni çox oxşadıblar, çox sadələşdiriblər. Əvvəl məsələn 90-cı illərdə Fortran-da, C-də zülm idi, yəni kodu yazmaq. Onu da sadələşdiriblər insanlar üçün. Riyaziyyat da yəni mənim nəzərimdə olmazsa olmazıdır bu işin. Əgər hədəfim böyükdürsə, yox, mən ömrüm boyu filan sahədə sadəcə data scientist işləyəcəm, sadəcə reqressiya eləyəcəm deyirsənsə, bəlkə o olar. Amma hədəfim böyükdürsə, yüksəlmək istəyirsənsə, riyaziyyat hökmən olmalıdır mənim nəzərimdə. Buna əlavə olaraq, buyurun Tural bəy. Yəni orada illə bir faiz ayrımı yapacağamsa, məsələn, öz təcrübəmdən, data science, bu data science, data elmini belə açıqlayardım ki, bir 60-70% riyaziyyat və statistikadır, 30% proqramlama və kompüter elmləri. Amma ironi odur ki, uyğulamada bunun tam tərsi olur. Uyğulamada yəni ancaq proqramlamaya çox vaxt ayırdığımız üçün 80% proqramlama, data təmizləmə və s. gedir, 20% anlamağa gedir. Amma ancaq o Yaşar bəyin dediyi kimi 3 aylıq bir kursla başlasaq ki, 3 aylıq kurs yaxşı şeydir. Biz insanlara həvəsini qırmaq istəmirik. 3 aylıq kurs da ala bilərsən, 5 aylıq kurs da ala bilərsiniz. Bu işə giriş də yapa bilərsiniz. Amma özünüzü inkişaf elətdirməsəz riyaziyyat və statistikada, sabah bir gün riyaziyyat və statistikanı bilən biri özü bir machine learning algoritması yazacaq və sizin yapdığınız işi yapacaq. Çünki sizin yapdığınız iş ancaq klikdirsə və black box proqramları istifadə eləməkdirsə, onu da bir robot eləyə bilər. O yüzden önəmlidir ki, necə başlayırsınızsa, diyelim ki IT-dən gəlib başlayırsınız, diyelim riyaziyyatçısınız başlayırsınız, sonunda dərinləşmək üçün riyaziyyat və statistikanı bilmək lazımdır. Və dediyim kimi, fundamentalları yaxşı biləndən sonra qalanını özünüzə öyrədə bilərsiniz. Amma fundamentallar yaxşı deyilsə, nə qədər öyrənməyə çalışsanız, görərsiniz ki, orada bir boşluqlar var. Mən buna bir əlavə olaraq onu demək istəyirdim ki, məsəl üçün əksərən özünüzə dərslər, onlayn dərslər götürəndə, nəsə bir şey öyrənməyə çalışanda sizə belə real olmayan balaca datasetlər üzərində işlər öyrədilir. Bununla başlamaq tamamdır, amma məncə ən qısa zamanda bu işi öyrənməyin yolu, yəni real problemlər üzərində, real aktual datalar tapıb, onlar üzərində bəlkə də həftələr üzrə oturub proqramlama, statistika üzərinə, yəni real məsələlərin real suallarla şeyləməyi, araşdırılması və digər bir məsələ də elə bir ki, bu business mindset üzərinə, yəni tapdığımız nəticəni necə biznesə qurmalıyıq, o biznesə uyğun suallar verməliyik. Bununla əlaqəli storytelling şeyləri olmalıdır, dediyim qabiliyyətimizi inkişaf etdirməliyik. Yəni ki, problem odur ki, bir dənə slayd düzəldirik deyək ki, buradakı vermək istədiyimiz mesaj nədir? Sadəcə dataları ora qrafikanı ekrana düzməklə deyil yəni. Həqiqətən də sual vermək lazımdır ki, mən burada nə etməyə çalışıram? Bunun hansı dəyəri var? İlqar bəy, business mind'i inkişaf etdirmək üçün dediniz nə eləmək lazımdır? Çünki önəmli məsələlərdən storytelling deyə bir bu yəni ki, bir problemi biznes insanlarına ya da ki rəhbərlərə, CEO-lara başa salarkən, data analitiklərin, data scientistlərin həqiqətən də bu qabiliyyətlər olmalıdır. Yəni sadəcə proqramlama, sadəcə riyaziyyat deyil, eyni zamanda da dərdini başa sala bilmə, onu da biznes üçün maraqlı hala gətirə bilməkdir. Çünki yəni bir şeyin artması, azalmağı çox vacibdir. Əsas olan niyə və bu o biznesə nə qədər pul qazandıracaq və ya bunun üçün bax, çox məncə faydalı sualdır. Çünki çox əksər adamlar da baxır bəlkə bu sahədə. Azərbaycanda kifayət qədər belə deyim, bu sahəyə həvəsli gənclər var, data analitik kimi yetişdirirlər. Lakin şirkətlərdə, banklarda, bank məhsulları şöbəsində falan müəyyən bir belə deyim, o storytelling dediyiniz məsələni kifayət qədər peşəkar bilmirəm, bilənlər azdırmı və yaxud da çox ehtiyac var. Sizcə bunun inkişafı üçün xarici portallardamı, platformalardamı nə resurslar var ki, sizin tövsiyə edə biləcəyiniz
həmin mütəxəssislər bax o tərəflərini inkişaf elətdirsinlər ki, çox gözəl analitika bilir, amma bunun sonunda qərar vericisi CEO-dur, səhmdardır və o qərar verməlidir, pulu oya ayırmalıdır və ona gözəl şəkildə izah eləməlidir ki, bax burada bu deyir bunu. Sənin üçün çox faydalıdır ay səhmdar CEO. Bunun üçün nə etmək lazımdır? Və həmin o daha doğrusu bunu inkişaf etdirmək üçün hansı resurslar var? Yəni mən özümdən deyirəm ki, bu həqiqətən ən çətinlər. Mənim üçün bu çətin bir proseslərdən birisidir. Çünki bu təcrübəyə bağlıdır. Zamanla bunu əldə etmək olur və ekspertləşdikcə bu olur. Birdən olmur bu. Ancaq onlayn resurslardan indi bir dəqiqə yadıma gəlmir, amma çox belə şeylər var. Deyək ki, bloqlar var bununla əlaqəli. Necə deyək ki, məsəl üçün R dilində bir plot, bir fiqur düzəldərkən onu hansı rənglərdən istifadə etmək lazımdır ki, gözə daha xoş olsun, insanlar başa düşsün, rəng körü olan insanlar problem yaşamasın. Yəni bunlar hamısı həm vizualizasiya, həm də mesajın çatdırılması ilə əlaqəli öyrənilməsi lazım olan xüsusiyyətlərdir və yəni bunlarla əlaqəli onlayn resursları tapıb sizə linki paylaşmaq olar. İndi hal-hazırda yadıma gəlmir. Bəlkə Yaşar bəy, Tural bəy sizin bir bildiyiniz resurslar var. Yəni mənim onlayn istifadə elədiyim Xan Akademi məşhurdur. Mən özüm istifadə eləməmişəm, amma riyaziyyatla bu sahə ilə bağlı məsələn problemləri olan Xan Akademini çox məsləhət bilirlər və indi mən özüm davamlı olaraq edX-də, yəni edX.org saytından dərslər götürürəm. Yəni davamlı olaraq indi vəziyyət elədir ki, əgər sən özünü inkişaf elətdirməsən, davamlı olaraq inkişaf elətdirməsən, sən geridə qalırsan. Yəni rəqabət hər sahədədir və əmək bazarında da bu rəqabət gedir və çox sürətlə gedir. Əvvəl məsələn 10 ildə olan inkişaf indi olur 1 ildə və sən oradan artıq o söhbəti tutmasan geridə qalmış olursan. Yəni deyim ki, onlayn hamıya bilinən, yəni Coursera, edX, Xan Akademi və analitika sahəsində bacarıq qazanmaq üçün kaggle.com, orada real datalar olur, yarışmalar olur, qatılırsınız. Mən bir də istifadə elədiyim Analytics Vidya deyilən bir sayt var, McKinsey-nindir. Orada tez-tez şirkətlər yəni datanı verir, yarışma olur. Hətta McKinsey oradan yer tutanları işə də götürür və s. Yəni əgər öyrəndiyinizi tətbiq eləmək mövzusunda çətinlik yaşayırsınızsa, onlayn yarışmalar, hackathonlar, yəni bir sözlə gəzən ayağa daş dəyər. Yəni hər qapını yoxlamaq lazımdır. Çox təşəkkür edirəm. Elə mən istərdim ki, artıq belə deyim, yavaş-yavaş yekunlaşdıraq, amma hər üçünüzə də elə biraz Yaşar bəy kifayət qədər dedi oradan, amma daha detallı, bir gənc, bir Azərbaycanlı prototip elə deyək ki, bir gənc bu sahədə az vizyonu var, amma bir növ belə deyim, qarşıda onun üçün çətin bir yol kimi görsənir ki, mən də istəyərdim ki, Yaşar bəy kimi olum, Tural bəy kimi olum, İlqar bəy kimi gedim xaricdə, belə deyim, bu sahədə işləyib özümü inkişaf elətdirim. Belə deyim, 2-ci kurs tələbəsi, 3-cü kurs tələbəsinə getmək üçün qısa olaraq, belə deyim, bu sahə üçün hansı yollar təklif edirsiniz ki, nələrdən başlamalı və qısa və özünü nələri təlqin etməlidir, hansı yöndə inkişaf etdirməlidir? İstəyirsiniz, mən birinci başlayayım, bir neçə fikrim var bu mövzuda. Birinci gərək marağı olsun. Yəni bir insan bu sahəyə girəcəksə, hər hansı bir sahəyə girəcəksə, yəni marağın yoxdursa girmə. Çünki bu data analiz dediyimiz datanın içində bir şeyləri kəşf etmə mərakıdır. Yəni datanı götürürsən, görürsən bunun içində bir mesaj varmış ki, mən o mesajı oradan çıxardıb biznesə və yaxud da elmə uygulaya bilərəm. Bir maraq olmalıdır. 2, dünyadakı resursların, mənim anladığım qədərilə bu mövzudakı resursların 90-95% ingilis dilindədir. Yəni insan ingilis dilini bilməlidir. Adi Google eləsəz, qabağıza çıxar 100 linkin 99-u ingilis dilindədir bu mövzuda. Yəni bir, marağınız olmalıdır. Marağınız yoxdursa girməyin. 2, ingilis dilini bilməlisiniz. Mükəmməl bilmənizə gerek yoxdur, amma orta səviyyədə bilməlisiniz. Bunlar varsa, hər hansı bir onlayn, Yaşar bəy dedi, edX dedi, Coursera dedi, mən bu günü mən özüm də oradan dərslər alıram durmadan. Orada statistikadan başlaya bilər məncə. Məsələn, statistika 1-dən başlaya bilər və yaxud da Computer Science 101, kompüter elmləri, algoritma dərsləri ala bilər. Və onların da dediyim kimi növ var.
Yəni asanlığı var, çətinliyi var. Öz səviyyəsini tapıb oradan başlaya bilər. Amma əgər maraq yoxdursa və məsələn bir şey öyrənə bilmədi, durub davam eləyə bilsin. Onun Azərbaycanca adını bir əzm mi deyirlər? Əzmi yoxdursa, bu işin davamı gəlməyəcək. Əzm olmalıdır. Yəni açırsınız 10 dənə web sitə, 10 dənə video, bir şey anlamırsınız, ya 11-cini açacaqsınız, ya gedib yatacaqsınız. Yəni 11-cini açmırsa o olmayacaq. Yəni davam eləməlidir. Bu belə. Qar bəy, siz nə deyərsiniz bu barədə? Çox doğru. Yəni elə təxminən mən də belə şeylər demək istəyirəm. Yəni birinci maraqlanma olmalıdır, ikinci dil, ondan sonra Belki maraqları var doğrudan da. Maraqları var. Məsəl üçün Belki maraqları var, amma artıq belə deyim ki, bu sahədə çətinlik görürlər. Bir istəyirlər, amma hardan başlamalıdır, necə getməlidir və hədəfləri nə olmalıdır bir növ? Bəli. Mən istəyərdim ki, məsəl üçün problemi, yəni onlayn dərslər alıb, onun uygulamasını real datasetlər üzərində həll etmək. Yəni ki, real bir deyək ki, bir şirkətlə əlaqəyə keçib, o şirkətə könüllü olaraq nəsə bir kömək edin data analitikasında real data alınsın. Yəni bütün bu şeyləri əlavətən deyirəm. Praktika ilə mütləq. Praktika, bəli, başqa yolu yoxdur. Yəni mən magistraturamda computational biologiya üzərinə eləmişdim, amma ən çox doktoranturada öyrəndim. Çünki həqiqətən də real xəstələrdən gəlir, işte qan, genetika. O data realdır. Onun üzərində əziyyət çəkirsən, 70%, 60% vaxtın onu əziyyətlə olur və ondan sonra sevirsən. Yəni sevməkdir, maraqlanmaqdır. Bunlar öz-özünə birdən olmur. Yəni bunlar əziyyət verdikcə olur. Yəni bunlara əlavə olaraq da məsəl üçün mən çox podkastlara qulaq asıram. Deyək ki, trendlər nələrdir? Maraqlı belə çox mövzular var. Bu Spotify-da, YouTube-da bunlarla əlaqəli çox şeylər var. Yəni ki, maraq birdən əmələ gəlmir. Marağa gərək bunun üzərində işləyə insanlar, yəni həqiqətən də. Yəni və biz deyirik, yəni daima öyrənirik. Mən daima onlayn məsəl üçün hal-hazırda Amazon şeylər üzərində, cloudlar üzərində dərslər alıram onlayn. Yəni hamımız beləyik, yəni. Bunu daima aktiv tutmaq lazımdır bu öyrənmə prosesini. Kaizen bu sahədə. Yəni mənim də düşüncələrim bəli. Bəli, buyurun. Aşağı yuxarı bənzərdir. Yəni mən prerekvizit olaraq ingilis dili və marağın olduğunu nəzərə alıram, düşünürəm. Yəni bu elə bir şeydir ki, sevmədiyin insanla evlənmək kimi bir şeydir. Sən bu iş görəcəksən, ömrün boyu bu sənətlə yaşayacaqsan. Sırf boom var deyə, insanlar gedir deyə, yəni belə bir görüntü yaradılıb ki, məsələn 10 il sonra nə elektronika mühəndisinə ehtiyac olacaq, nə kompüter mühəndisinə, nə çevrə mühəndisinə, hamı analitik olacaq. Bu boş məsələdir, boş söhbətdir. Əgər sizin könlünüzdən gözəl bir müəllim olmaq, filosof olmaq, elektronika mühəndisi olmaq, İlqar müəllim kimi biologiya üzrə, yəni insan sənəti üzrə getmək həvəsiniz varsa, onun arxasınca gedin. Yəni birinci məsələ odur ki, sırf boom var deyə sahəyə yönəlməmək. Amma əgər siz düşünürsünüz ki, mən bu işi sevirəm və öyrənmə əzmin varsa, o zaman başlamaq olar. Yəni bura deyilənlərdən əlavə olaraq bizim insanların əsas problemi öyrənmək, necə öyrənmək problemidir. Və mən bunu daim dilə gətirirəm ki, bizim təhsil sistemimiz bu sardan, belə desək, insanları bir gözü olmadan yetişdirir, bir minuslu yetişdirir, yəni defisitli yetişdirir ki, biz necə öyrənməyi bilmirik. Və mən şəxsən, yəni əgər aktiv olmaq ən vacib məsələdir hər sahədə. Mən çalışıram, nə bilim, startaplarla maraqlanım, onlayn kurslar götürürəm, insanlarla gedib görüşürəm. İndi pandemiyaya görə yazıram məsəl üçün, burada Lüksemburq Universitetində oxuyan tələbəyə gedim görüm, bunlar nə danışırlar, nə edirlər, nə iş görürlər və s. Yəni aktiv olmaq, hər sahəyə baş vurmaq. Sənə aid olan, olmayan hər şeydən baş çıxarmaq gözəl bir şeydir. Və digər tərəfdən bir çox insanlarımızın yəni vaxt ayırmaq, baxırsan ki, sosial şəbəkələrdə 8 saat, 10 saat vaxt keçirir insanlar və bu artıq yəni böyük problemdir. Yəni baxıram iPhone-da göstərir də time in phone, baxırsan ki 8 saat, yəni zaten 24 saatdır, yəni sən tutaq ki, indən belə 30 il yaşayacaqsın, sən 10 ilini telefonda keçirmiş olursan. Yəni dedim, əgər hər hansısa bir sosial şəbəkədə belə güc vermək istəyirsə LinkedIn-ə verin. Orada
elanlarına baxın. Yəni LinkedIn-də girin, data scientist yazın, baxın görün onlar nə istəyir, hansı bacarığı istəyir, vizuallaşdırma, hansı proqramlaşdırma dili, hansı trenddir, nə istəyir və orada sizə maraqlı olan insanlara, ciddi insanlara yazın, maraqlanın. Yəni deyim ki, Azərbaycanlılar çoxdur, uğur qazanmış Azərbaycanlılar çoxdur, amma təəssüf ki, onların bir çoxu yəni gizləniblər və ortalıqda görünmürlər. Mən nümunə verirəm, yəni Amerikada böyük şirkət sahibi olan Azərbaycanlılar var. Avstraliyada siyasətçilər var, Yeni Zelandiyada parlamentə girməyə namizəd olan görünmürlər orada. Amma kimi tapsaz, yəni ən azından burada gördüyünüz 3 nəfər, başqaları da var, çoxdur. Yəni yazın, maraqlanın ki, salam əleyküm. Bəlkə onundan biri-ikisi cavab yazdı. Amma yenə də əleyküm əssalam, bəs mən tələbəyəm, mən nə oxuyum, nə edeyim? Sizin yəni azdan çoxdan təcrübəniz var. Yəni bir mentor axtarışında olmalıdır insan daima ki, biz sənə yön versin. Yəni şəxsən mən özüm yəni tipik bir Azərbaycanlı kimi, mən Bakıda doğulub böyüməmişəm. Azərbaycanın bir ucqar rayonu, Ucqar kəndində böyümüşəm. Və onunla belə daim gözümü dörd açıb əlimə düşən fürsətləri dəyərləndirib, bəzən çətinliklərlə və s. bu vəzifəyə gələ bilmişəm. Yəni həyat mübarizədir, çətindir. Kimsə düşünürsə ki, asanlıqla bir gecə oturub alim olmaq olar. Xeyr, belə deyil. Burada yəni yuxusuz gecələr, xeyli əziyyət var. Yəni gözə almaq lazımdır ki, həyatda özünə yer eləmək istəyirsənsə bu əziyyətləri çəkməlisən. Amma əziyyət çəkərkən də zövq almalısan. Sevdiyin işi görürsənsə elədir. Mən eləyəm şəxsən. Yəni gecə-gündüz alqoritmlərlə əlləşirəm, amma heç yorulduğumu hiss eləmirəm, çünki sevirəm bu işi. Yəni o mənada deyirəm ki, sevdiyin sahəyə yönəlin, daim aktiv olun, LinkedIn-də yazın, maraqlanın, Azərbaycanlılara, xaricilərə, nə bilim şirkət CEO-larına, aralarına 1-2 nəfər də olsa yaxşı insan çıxır, deyir əleyküm əssalam, bəs nə lazımdır, de mən sənə kömək eləyim. Yəni heç olmasa bir yön vermə mənasında, bir fikir vermə mənasında çox vacib şeydir. Və yəni bu düşüncə tərzi olandan sonra mən inanıram ki, insan istədiyi hər bir arzuya çata bilər. Təşəkkür edirəm. İlqar bəy, bir sualınız yox idi ki, başqa? Yox, başqa bir sualım yox idi. Mən çox təşəkkür edirəm. Həqiqətən də xüsusən o sonuncu suala, o gənclərə ihtiva etməyiniz, belə dəyərli məsləhətləriniz çox önəmlidir. Mən hesab edirəm ki, bəlkə də ki, bizə baxanlardan bundan sonra da əminəm ki, hardasa bir proqnozum odur ki, bir 30-40 minə azı insan hələ ki bundan sonra baxacaq. Sizin hər hansı bir fikriniz kiminsə beyində bir toxum kimi səpilsə nə gözəl, həqiqətən də çox gözəl bir iş gördük. Çox sağ olun. Sizlərlə fəxr edirik. Siz həqiqətən də Azərbaycanın gənclərinin belə deyim qaymağısınız. Bir növ xaricdə bizi həm təmsil edirsiniz, həm də sizə baxıb neçə gənclər belə deyim gələcəklərini qururlar, özlərinə bir arzu kimi, hədəf kimi seçirlər. Bu sahənin inkişafı üçün də hesab edirəm ki, sizlərlə bundan sonra da çalışacağıq ki, ara sıra belə canlı yayımlar edib müəyyən bir mövzular üzrə bunu silsilə şəklinə gətirmək lazımdır ki, bəlkə az da olsa bizim də kiməsə tövsiyəmiz faydamız da idi. Mən xüsusən təşəkkür eləmək istəyirəm Business Management School-un direktoru, həm təşkiçi Elvin bəyə ki, sizlərlə belə deyim əlaqə qurdu və doğrudan da bu mövzunu araya gətirdi və bu gözəl bir bu günlərim canlı yayımımız oldu. Hər birinizə təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Biz də təşəkkür edirik. Çox sağ olun. Uğurlar olsun. Sağ olun. Çox sağ olun. Sağ olun.